Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi dəyərli izləyicilər. Xoş gördük sizi bir daha ömrümüzün baharı Ramazan adlı proqramda. Allahdan diləyirəm ki, Allah qədr axşamında etdiyiniz duaları qəbul etsin inşallah və haqqınızda ən xeyirli şeyləri qərar versin. Və bugün artıq Ramazan ayının 19-cu günüdür, Əhya günüdür. Və hədislərdə və mənbələrdə qeyd olunub ki, Əhya günü, yəni Qədr günü Qədr axşamından az deyil, yəni kəm deyil. Savabı böyükdür bu gündəki ibadətlərin və görülən xeyir işlərin. Və bu günlərdə istəyirəm sizin nəzərinizi bir nöqtəyə cəlb edim. Allahın sifətlərindən olan təbib sifəti barəsində bugün danışacağıq. Baxın, Cövşan Kəbir duasında Allah Təbarək və Təalanı təbib adıyla çağırır bəndə. Yəni bu cür bizə öyrədirlər ki, Allaha təbib adıyla çağıraq. Bu təbib sifəti çox önəmli bir sifətlərindəndir Allah Təalanın ki, bütün canlıları yaradan və onların bütün xəstəlik, xeyir və zərərlərini dəqiqliklə bilən Allah olduğu üçün məhz ona təbib deyilir. Və Allah Taala onların ruhu və cisminin həqiqi təbibidir. Yəni insanların, bütün yaradılmışların ruhu və cisminin təbibidir və həkimidir. Allah Taala məsum imamlarımız da Allah Taalanın barəsində təbib sifətinə diqqəti yönəldirlər və onun təbib sifətinə malik olmasını bizə çatdırırlar. Məhz Cövşan Kəbir duası ki, bu günlərdə oxunması bizə sifariş olunub, bu axşamların, bu günlərin ən gözəl əməllərindəndir. Düzdür ki, uzun bir duadır, amma insanı yormayan, insanın ruhunu qidalandıran dualardandır ki, bu günlərdə bu duanın oxunması sözsüz ki, sifariş olunubdur. Orada da ya təbib deyə çağırır Allah Taalanı. Və bu cür müraciət var ki, Allah Taalaya dualarda ey qəlblərin, ruhların təbibi və yaxud Allah ruh və cisimlərin təbibidir kimi nöqtəni bizim nəzərimizə çatdırır. Bu nöqtəyə biz çox diqqət yetirməliyik. Baxın, Ramazan ayı orucunun ən böyük gördüyü iş, insanın cisminə və ruhuna qoyduğu təsir budur ki, iradələri möhkəmləndirsin və insanın mənəviyyatını yüksəltsin. Əgər biz bu günləri şeytan ordusuyla, batil orduyla mübarizə aparmaq istəyiriksə, bəs deməli mənəvi cəhətdən silahlanmalı və güclənməliyik. İnsanın ən böyük silahı və düşməni lərziyə salan qorxudan silahı onun güclü mənəviyyatı və ibadətidir. Bu günlərdə məhz bu nöqtəyə diqqət yetirmək lazımdır. Yəni, müsəlmanları da dualarımızda unutmayaq və Allahı təbib sifəti ilə çağıranda, inşallah ki, təbib adıyla çağıranda özümüzün də müalicəmizi istəyək Allahdan. O müalicəni istəyək ki, hansı ki, o xəstəliklər ki, bizim yəni Allaha yetişməyimizə mane olur, İmam Zamanın zühurunun olmasına mane olur. Onların müalicəsini, davasını inşallah ki, Allahdan istəyək. Təbibin bir neçə xüsusiyyətləri var ki, bu barədə danışmaq istəyirəm. Təbibin xüsusiyyətləri birincisi budur ki, istisnasız xəstəliklərdən xəbərdardır. Qeydsiz, şərtsiz bütün insanın yəni yaratdıqlarının xəstəliklərindən xəbərdardır. Yəni mənim ehtiyaclarımı, mənim zəif nöqtələrimi, mənim qüvvətli nöqtələrimi məndən daha yaxşı bilir. İkinci nöqtəsi budur ki, yəni xüsusiyyəti budur ki, istisnasız bütün xəstəliyin müalicəsini biləndir. Və bütün mənim ruhumun ehtiyaclarını, xəstəliklərimin ehtiyaclarını, dərmanını, davasını, hamısını təbib səndən, məndən, bizdən daha yaxşı bilir. O yüzden də istisnasız mənim bütün yəni xəstəliklərimi bilir və müalicəsini də bilir. Üçüncüsü isə nöqsansız müalicə eləyir. Yəni, əgər o hər hansı bir şəxsə şifa inayət eləsə, onu müalicə eləmək istəsə, nöqsansız müalicə edir. Bəzən biz o yüzdəndir ki, həyatımızda xeyirlərimizi, şərlərimizi bilmirik, necə addım atmalı olduğumuzu bilmirik, amma gözləmədiyimiz anda hansı istiqamətə yönəlirik. Bu, Allahın bizə olan hidayətidir ki, əgər biz mane olmasaq, Allah Təbarək və Təala daim, davamlı olaraq bizi hidayət edir. Və təbibin digər xüsusiyyəti budur ki, təbib minnətsiz müalicə eləyir. Yəni, müalicə etdiyi zaman insanlar kimi minnət vurmur, insanlar kimi qarşılıq gütmür. Yəni, minnətsiz müalicə edir bizi. Digər xüsusiyyəti budur ki,
Yəni ümumiyyətlə Allah bütün nüsxələri mənim haqqımda bilir deyə, yəni belə deyək ki, resept, mənim ehtiyaclarımı bilir deyə, nüsxələri də o özü təyin edir ki, mən hansı şey mənim daha çox ehtiyacım var. Açıqlamaya ehtiyac olduğu üçün bir neçə nöqtəni qeyd etmək istəyirəm ki, hətta Allaha müraciətdə bəzi dualarda belə müraciət olunub ki, ey təbibi olmayanın təbibi. Yəni bizim tək təbibimiz Allah Taaladır. Nəyə görə? Hətta xəstəliklərdə belə, yəni cismi xəstəliklərdə belə düzdür ki, biz çalışırıq, həkimə müraciət edirik, amma yenə də mütləq şəfa Allahın əlindədir. Vasitələri də çünki bizə qoyan, bizim üçün yaradan Allah Taaladır. Allah Taala elmə və qüdrətə sahib olduğu üçün, elm və qüdrətin məhdud olmadığı üçün İnsanların elm və qüdrəti çatmayan xəstəliklərin də sağlamağına qüdrəti var. Hətta çox möcüzələr görmüsünüz bəlkə də həyatda. Hətta elmi cəhətdən çox inkişaf etmiş şəxslər də, həkimlər də bəzən hansısa xəstəliklərin qarşısında aciz qalırlar. Lakin onları möcüzəvi şəkildə biz görürük ki, Allah Təbarək və Təala şifa inayət eləyibdir. Hansı vasitələrlə, hansı təvəssüllərə və təvəkküllərə görə. Bəs deməli, mütləq müalicəni Allah Taala bildiyi üçün biz bu gecələrdə ona müraciət etməliyik ki, bizim cismi və ruhi xəstəliklərimizi inşallah ki, müalicə etsin. Allahın nüsxələri barəsində qeyd etmək istəyirəm. Hər təbibin nüsxəsi olduğu kimi Allahın da nüsxələri var və insanlar üçün yolladığı hökmlər onun nüsxələridir. Əziz izləyicilər, bu günlərdə biz əsas diqqət yetirməli olduğumuz nöqtələr məhz Allahın nüsxələridir, Allahın hökmləridir, Allahın ayələridir ki, məhz Ramazan ayı orucu, Ramazan ayının proqramı bizi bu istiqamətdə yönəldir. Biz bunların üzərində çalışmalıyıq ki, Allahın qayda qanunlarını öyrənək, ona itaət edək. Və sonda bir Quran ayəsi ilə istəyirəm sözümü tamamlayım ki, Quran ayəsində Allah Təbarək və Təala buyurur ki, Ənfal surəsi ayə 24-də Ya əyyuhəl-ləzinə əmənu istəcibu lillahi və lirrasuli İzə dəəkum. Deyir ki, ey iman gətirənlər, sizə həyat verən şeyə, ilahi hökmə əməl etməyə tərəf dəvət edən zaman Allahın və onun Peyğəmbərinin çağırışını qəbul edin. Məhz bu ayda bu ayəyə diqqət yetirməliyik. Quranın ayələrinə diqqət yetirməliyik. Və Quran ayəsi də buyurur ki, Allah və onun Peyğəmbəri sizi sizin xeyrinizə olan şeyə dəvət edəndə, yəni Allahın hökmlərinə doğru dəvət edəndə, siz onun çağırışını qəbul edin. Bəs bu ayın ən önəmli əməllərindən biri budur ki, biz Quran ayələrini oxuyaq və Quran ayələrinə əməl edək ki, ən böyük təbib olan Allah Taala bizim ruhlarımızı və cisimlərimizi inşallah ki, xəstəliklərdən müalicə etsin. Bu günlərdə, bu gecələrdə bizi də dualarınızda unutmayın. Sizə həm ruhi, həm cismi baxımdan salamatçılıq diləyirəm. Allaha əmanət olun. Bu günlük salamat qalın.